Hər il qəbul imtahanlarında 700 bal toplayanların bu uğuru necə əldə etdikləri müzakirə olunduğu kimi, sonrakı fəaliyyətləri də bir çoxları üçün maraqlı olur. Bəs görəsən illər əvvəl 700 bal toplayaraq universitetə qəbul olanlar bugün hansı işlə məşğuldular? Həmin maksimum bal toplayanlardan biri də hazırda ölkədə həkim mama-ginekoloq kimi fəaliyyət göstərən Nərgiz İsmailbəylidir. O, 2007-ci ildə 700 bal toplayaraq Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olub. 2013-cü ildə fərqlənmə diplomu ilə Azərbaycan Tibb Universitetini bitirmişəm. Ondan sonraki təhsilimi İtaliyada Romanın La Sapienza Universitetində davam eləmişəm. Prenatal diaqnostika və dölün patologiyası üzrə magistratura təhsilini almışam. 2020-ci ilə kimi Respublika Diaqnostika Mərkəzində mamalıq və ginekologiya ixtisası üzrə rezidentura təhsilimi almışam. Həkim rezident kimi orada çalışmışam. 2023-cü ildən bəri ölkədə fəaliyyət göstərən qabaqcıl klinikaların birində həkim mama-ginekoloq kimi fəaliyyətimi göstərirəm. Belə şəxslərdən biri də Elvin Dadaşsoydu. O, 2008-ci ildə 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə ixtisasına qəbul olub. Təhsilini başa vurduqdan sonra isə bizneslə məşğul olmağa başlayıb. 2013-cü ildə ingilis dili müəllimi kimi bir kursda işə başladım və qısa bir zamanda o kursu aldım biznes olaraq və oranı böyütdüm. Bundan başqa müxtəlif digər bizneslərim oldu, restoran biznesim oldu, daşınmaz əmlak ilə bağlı biznesim olubdur. Hal-hazırda peşə məktəbim var, biz dövlətlə bir çox əməkdaşlıqla, yəni layihələr icra edirik və bundan başqa bir neçə digər sahələrdə investisiyalarım var. Elvin Dadaşsoy 700 bal toplamağın sirlərini də bölüşdü. Qəbul imtahanının günü yaxşı yatmaq, diqqətli olmaq, full fokusla, yəni full diqqətlə imtahana odaqlanmaq lazımdır. Mümkün qədər il ərzində, bu hazırlıq dövründə fiziki hazırlığın yaxşı olmalıdır. Yəni idman etməlisən, yaxşı qidalanmalısan, yaxşı yatmalısan, çox önəmlidir. Mən o vaxtı bunlara əməl edirdim və bütün bunların da nəticəsi imtahan günü özünü göstərdi. Ucal Ağammədov isə 2009-cu ildə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə, yoldaşı Nərmin Məmmədli isə 2013-cü ildə maksimum nəticə göstərərək Dövlət İdarəçilik Akademiyasının Hüquq Fakültəsinə qəbul olub. İspaniyanın Madrid şəhərində yerləşən AI Biznes Məktəbinin beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə master təhsil aldım. Neft-qaz sənayesinə üst tutdum. Orada da il yarıma qədər çalışdım. Bakı şəhərində, hələ də Azərbaycanda internet üzərindən, LinkedIn üzərindən daha öncə dediyim proqramlardan birini tapdım. İstehsalat zəncirlərinin idarə edilməsi sahəsi